Əziz şagirdlər, 17 may 2026-cı ilə düşən esseni bu cür yaza bilərik. Last Sunday a family decided to spend time together. Keçən həftə bazar günü bir ailə birlikdə vaxt keçirməyə qərar gəldi. First, they meet in the living room and planned their day. İlk olarak onlar qonaq otağında görüşüb günlərini planlaşdırdılar. Then the brother and the sister went outside to play tennis. Sonra qardaş və bacı tenis oynamaq üçün çölə çıxdılar. They had a great time and they exercised. Onlar gözəl vaxt keçirdilər və idman etdilər. In the evening, they returned home. Onlar axşam evə qayıtdılar. The girl played video games while the boy took a nap on the sofa. Oğlan divanda mürgüləyərkən qız video oyunlar oynadı. They were very tired but happy. Onlar çox yorğun, lakin xoşbəxt idilər. Əziz şagirdlər, burada istəsəniz həmin bu uşaqlara ad da qoya bilərsiniz. Yəni Tom and Lala, Tom and Jane. Mən dinləməni də təqribi olaraq cavablarını sizin üçün burada qoyacağam. Çünki dinləmə mətni mənim əlimdə yox. Əziz şagirdlər, ümid edirəm ki, hər biriniz gözəl esse yazmısınız və hər birinizə uğurlar arzulayıram. Bye bye.